Salam əziz müəllimlər, bugün sizinlə 5-ci sinifin son mövzusu olan yumurtalardan yeməklərin hazırlanma texnologiyası barəsində öyrənəcəyik. Gəlin müəllimlər, keçək mövzumuza. Yumurta zərif, ləzzətli və qida dəyəri, kalorili, yüksək qida məhsuludur. Bəli, testlərdə də bu şəkildə düşəcək. Yumurta nədir? Zərif, ləzzətli, qida dəyəri, eyni zamanda kalorisi yüksək olan qida məhsuludur. Yumurtanın tərkibində bir çox sayda xeyirli deməli qida məhsulları, qida maddələri var. Gəlin onlarla tanış olaq. Onların görək tərkibində hansı maddələr var? Zülal, yağ, kalsium, fosfor, dəmir duzları var. Həmçinin də yumurtanın tərkibində vitaminlər də var. A, D, B vitaminləri var. Bu kimi vitaminlər düzdür testlərdə ayrı şəkildə düşür. Ayrı bir test sualı olaraq. Amma bundan başqa yumurtanın tərkibində hansı maddələr var desə, bilirik ki, dəmir dozları var, zülallar var, yağ, kalsium, fosfor, bu kimi maddələr var. Və hansı vitaminləri bizdən soruşsa əgər, götürəcəyik A, B və D qrupu vitaminlər var. Qida məhsulu kimi toyuq, qaz, hündüşqa, bilirik ki, ördək kimi quşların yumurtasından istifadə olunur. Amma əsasən üstünlük deyərdim ki, təşkil edir toyuq yumurtası. Biz yeni sənayesində də ən çox toyuq yumurtasından istifadə edirik. Su quşlarının da yumurtasından istifadə olunur, amma ən çox deyərdim ki, toyuq yumurtasından istifadə olunur. Üstünlüyü yəni o təşkil edir. Deyərdiniz niyə? Çünki su quşları ümumiyyətcə yumurtası zərərli mikroblara meyilli olur. Yəni bizim tez bir zamanda mikroblara yoluxmağımıza vəsilə ola bilər həmin yumurtalar. Onlar sularda olur deyə daimi də özünüz bilirsiniz. Çirkli sularda oynamağı çox sevir həmin çöl quşları. Ona görə də bilirik ki, onların yumurtaları mikroorqanizmlərlə yoluxmağa çox meyilli olur. Ona görə biz də üstünlüyü toyuq yumurtasına veririk. Daha sonra davam edək ki, təzə yumurta bizim orqanizmamız üçün çox xeyirlidir. Yumurtalar iki qrupa bölünür. Bəli, pəhriz yumurtası və mətbəx yumurtası. Elə bu şəkildə düşür ki, yumurtalar neçə qrupa bölünür? 2 qrupa bölünür. Pəhriz və mətbəx yumurtası. Pəhriz yumurtasının saxlanma müddəti 5 günə qədərdir. Mətbəx yumurtası isə 30 günə qədər saxlanıla bilir. Elə testlərdə də bu şəkildə düşür. Yəni burada çətin başqa bir şey yoxdur. Daha sonra müəllimlər davam edək. Yumurtadan bəs haralarda istifadə olunur? Təbii ki, bilirik ki, qəlyanaltıda, qənnadı məmulatlarında istifadə olunur. Yəni üstünlüyü ən çox bunlar təşkil edir. Qənnadı məmulatları da bəzən olur ki, ümumiyyətcə müəllimlər bilmir qənnadı məmulatları nədir. Bildiyimiz şirniyyatlar, yəni adi görürsünüz də şirniyyatlar hazırlanır, tort, külçə, nə bilim paxlava, bu kimi şirniyyatlar qənnadı məmulatlarıdır ki, bunların da hazırlanmasında biz yumurtadan istifadə edirik. Yumurtanın keyfiyyətini bəs neçə üsulla yoxlamaq olar? Bəli, bir neçə üsulla mümkündür. Burada da hal-hazırda bizə 2 üsulu verilir. Gəlin onunla tanış olaq. Birinci üsulumuz odur ki, bir stəkan suda bir xörək qaşığı duzu həll edirik və yumurtanı suyun içərisinə salırıq. Təzə yumurta suyun dibinə düşür. Uzun müddət saxlanılmış yumurta suyun ortasında üzür. Bəli, istifadəyə yararsız olan yumurta isə bilirik ki, bu suyun üzünə çıxır. Elə testlərdə də bu şəkildə düşəcək ki, yararsız yumurta və yaxud da ki, istifadəyə yararlı olan və uzun müddət saxlanılmış yumurta necə olur? Baxın, elə şəkil 1-də göstərilib. Hal-hazırda burada şəkil 1-də aşağı hissədə, yəni suyun dibinə düşmüş yumurta təzə yumurtadır. Ortasındakı suyun, yəni içərisində üzən yumurta uzun müddət saxlanılmış yumurta hesab olunur. Suyun üzərinə çıxan isə artıq bizim bildiyimiz yararsız, yəni qidaya yararlı olmayan yumurtadır. Bu da suyun üzünə çıxıb. Bizə desək ki, bu yumurtanın keyfiyyətini yoxlamağının hansı üsuludur? Təbii ki, bu onun bilirik ki, bir stəkan suya bir xörək qaşığı duz məhlulu əlavə etməklə biz onun həmin keyfiyyətini yoxlamış oluruq bu sayədən. Bu da duz məhlulunda olan yumurtanın keyfiyyətini yoxlamaq üsulumuzdur. Digər bir üsulumuz isə gün işığına tutmaqdır, yəni işığa tutmadır. Bu necə olur? Gəlin onunla da tanış olaq. Əgər yumurta təzədirsə, onun demək. Ağı aydın, sarısı isə çətinliklə görsənir. Bəli, biz onu günəş işığına tutduqda
Onun ağı aydın, sarısı isə çətinliklə görsənir. Bu da bizim təzə yumurta olacaq. Bəs keyfiyyətsiz istifadəyə yararsız yumurta necə olur? Təbii ki, daxili görünmür, qaranlıq olur. Ona görə dedik ki, yumurtanın keyfiyyətini yoxlamağının 2 üsulu var. Bizə hal-hazırda kitabda 2 üsulu verilir. Yəni işığa tutma ilə biz bunu edə bilərik və həmçinin də duzlu suya salmaqla. Daha sonra müəllimlər davam edək. Qaynadılmış və yağda bişirilmiş yumurta süfrələrin demək əvəz edilmiş yeməklərindən, xörəklərindən biridir. Bəli. Yumurtadan qənnadı məmulatlarının, baxaq qeyd etdim. Qənnadı məmulatlar tortdur, şirniyyatdır, bunlar nəzərdə tutulur. Soyuq qəlyanaltıları isə bizim bildiyimiz salatdır, omletdir, qayğanaqdır, bu kimi demək ərzaqları nəzərdə tutub deyir. Soyuq qəlyanaltıları artıq bildik ki, nədir? Daha sonra qənnadı məmulatları nədir? Bunlar haqqında da məlumatımız oldu. Və onların hazırlanmasında yumurtadan demək olar ki, istifadə çox olunur. Bəli, hətta deyərdim ki, onlarsız nə şirniyyatlar mümkün olar, nə salatlar. Salatların, həmçinin də şirniyyatların dadı, duzu deyə bilərəm. Xörəkdə əlavə edən zaman, xörəyə əlavə etməmişdən əvvəl yumurtanı mütləq biz yumalıyıq. Və hansı məhlulda yuyulmalıdır? Gəlin onunla da tanış olaq. Xörəyə əlavə etməmişdən əvvəl, yəni bizim qidada istifadə etməmişdən əvvəl yumurtanı mütləq yumalıyıq. Biz yumurtanı yumağımız üçün 1 litr suya 2 xörək qaşığı çay sodası məhlulu əlavə edirik. Yəni bildiyimiz çay sodası. 1 litr suya 2 xörək qaşığı çay sodası əlavə etdik və biz həmin yumurtaları onun içərisində yuyuruq. Nə zaman yuyuruq? Xörəyə əlavə etməmişdən əvvəl. Yəni istifadə etməmişdən əvvəl biz onu mütləq yumalıyıq. Daha sonra müəllimlər davam edək. Burada bizə qaynadılmış yumurtanın hazırlanma texnologiyasını verib, həmçinin yumurtalar qaynadılmasından asılı olaraq ilıq, yarım ilıq, yəni bildiyimiz yarım bərk və bişmiş halda olur. İndi birazdan onlar haqqında hər birini tanış olacağıq. Yəni qaynadılmış yumurtalar qaynama müddətindən asılı olaraq ilıq, daha sonra yarı ilıq və yarı bərk və bildiyimiz bərk, yəni tam bişmiş yumurta şəklində olur. Bəs yumurtanın qaynadılma texnologiyası hansı mərhələlərdən keçir? Gəlin baxaq. İlk öncə bizim ilk mərhələmiz olacaq ki, yumurtanı axar su altında yuyuruq. Fırça ilə axar su altında yuyuruq. Bu bizim ilk mərhələmizdir. İkinci mərhələmiz olacaq ki, yumurtanı su doldurulmuş qazana qoyuruq və suyu qaynadırıq. Suyu qaynatdıqdan sonra yumurta 3 dəqiqəyə, yarı ilıq, yarı bərk yumurta 4-5 dəqiqəyə, bərk yumurta isə 8-10 dəqiqəyə hazır olur. Olar ki, deyər ki, yumurtaların bu qaynama müddəti nədən asılıdır? Təbii ki, bizim suyun dərəcəsindən asılı olaraq. Su qaynadıqdan sonra bu mümkündür. Onların ilıq və yaxud da ki, yarı ilıq, bərk olması suyu qaynatdıqdan sonra biz bunu nəticəni ala bilərik. Yəni bu hissəyə diqqət edin. Üçüncü mərhələmiz yumurtanın qabığı yaxşı soyulsun deyə bir neçə dəqiqə soyuq su altında saxlamaq lazımdır. Bəli. Və yumurtanın dedik ki, qurulayıb boş qaba qoyuruq və yaxud da ki, xüsusi altlıq üzərinə. Hətta qaynatma zamanı yumurtanın çatlamasın deyə həmin qaynayan suya bir çay qaşığı duz tökürük. Bəli. Testlərdə də bu şəkildə verəcək ki, yumurtanın çatlamasın deyə nə etmək lazımdır? Təbii ki, qaynayan suya bir çay qaşığı duz tökürük. Bu bizim yumurtanın çatlamasına imkan vermir. Bəs yumurtanın qabığını rahat soyulsun deyə nə etməliyik? Onu bir neçə dəqiqə soyuq su altında saxlamalıyıq. Bu da doğru bir fikirdir. Bəs bizim yumurtanın dedik ki, qaynama müddəti var idi. Yəni ilıq yumurta 3 dəqiqəyə, 4-5 dəqiqəyə bilirik ki, yarı ilıq və yarı bərk yumurta olurdu və tam bişmiş bərk yumurta isə 8-10 dəqiqəyə hazır olur. Bu su qaynadıqdan sonra mümkündür, yoxsa suyu soyuq halda qazana yığdıqda mümkündür. Təbii ki, testlərdə bu şəkildə biz testlə qarşılaşsaq belə bir sualını. Təbii ki, götürəcəyik ki, su qaynadıqdan sonra onlar bu hala gəlir. Ona görə bu hissəyə diqqət edin. Daha sonra müəllimlər davam edək.
Bəs qayğanağın hazırlanma texnologiyası hansı mərhələlərdən keçir? Adam başına 2 yumurta və 10 qram kərə yağı götürülür. Bəli. Birinci mərhələmiz o olacaq ki, yumurtanı axar su altında yuduq. Eyni qaynadılmış yumurtada olduğu kimi. Fırça ilə yuduq. Yağı tavada qızdırdıqdan sonra onun sarısı, tamlığı dağılmadan, pozulmadan yumurtanı həmin demək tavaya sındırırıq və gözləyirik, duz tökürük. Üçüncü mərhələdə isə duz əlavə edib onu 2-3 dəqiqə bişiririk. Yəni yumurtanın ağı bişirib ağarına kimi. Daha sonra biz onu odun üzərindən götürüb və hazır qayğanağı adam başına çəkirik. Çəkdikdən sonra isə üzərinə cəfəri, şüyüd kimi demək tərəvəzlərlə bəzəyirik. Bəli, göyərtilərlə bəzəmək də olur, mümkündür. Xiyar, pomidor bu kimi demək ərzaqlarla da bəzəmək olar. Deməli müəllimlər, əgər qayğanaq tək adamlıq tavada hazırlanıbsa, içərisinə sarfet sərilmiş boş qabda yerləşdirmək lazımdır həmin tavanı və süfrəyə vermək lazımdır. Bildik ki, qayğanaq üçün adam başına 2 yumurta və 10 qram kərə yağı lazımdır. Ölçülərimiz bu olacaq. Eyni ilə yumurtanın qaynadılmasında olduğu kimi, burada da ilk mərhələmiz yumurtanın yuyulması olacaq. Daha sonra qayğanağı da bildik ki, hansı mərhələlərdən keçir? Qaynadılmış yumurtandır. Daha sonra müəllimlər, burada belə bir hissə var, istəyirəm onu da sizin nəzərinizə çatdırım. Omletin hazırlanması. Gəlin orada baxaq. Düzdür, praktika işdə verilib, amma düşmə ehtimalı var. Bəli. Ona görə istəyirəm onu da sizin nəzərinizə çatdırım. Bəs omleti biz necə hazırlayırıq? Gəlin onun barəsində də məlumat alaq sizinlə. Ölçülərimiz bunlardır ki, 2-3 ədəd yumurta götürürük. Bəli, 2-3 ədəd bizə yumurta lazımdır. 3 xörək qaşığı süd və 1 xörək qaşığı un lazımdır. Zövqə görə isə duz əlavə edirik. Bəzən müəllimlər qarışdırır. 3 xörək qaşığı süd mü olacaq, yoxsa 3 xörək qaşığı un mu? Təbii ki, biz orada omlet hazırlayacağıqsa, burada bizim südün ölçüsü böyük olacaq. Çünki niyə görə? Düşünək ki, əgər 3 xörək qaşığı biz burada undan istifadə etsək, sizcə orada unun dadı daha baskın olar, yoxsa yumurtanın və yaxud da ki, digər ərzaqların? Təbii ki, bizim omletdən də un dadı gələcək. Ona görə biz dedik ki, 1 xörək qaşığı un götürməyimiz daha məqsədə uyğundur. 3 xörək qaşığı süd olacaq, 2-3 yumurta isə bizim yumurtanın ölçüsü. Daha sonra omletin hazırlanma texnologiyası hansı mərhələlərdən keçir? Gəlin baxaq. Birinci mərhələdə odur ki, yumurtanı, unu, südü, duzu ayrıca bir kasada qarışdırırıq. Testlərdə düşsək ki, omletin hazırlanmasında biz onu hansı yöndə qarışdırırıq? Təbii ki, bir yöndə. Görürsünüz, burada da qeyd olunub. Bir yöndə biz onu qarışdırmalıyıq. Yağı qızdırdıqdan sonra onun içərisinə həmin qarışığı əlavə edirik. Tökürük. Qarışığı bişirdikdən sonra isə hazır omleti adam başına demək hissələrə ayırırıq. Omletin yanında qızardılmış demək kalbasa, mal əti, kartof, tərəvəz, digər bu kimi yanında təklif oluna bilər həmin yemək. Əgər kalbasanın, mal ətinin üzərinə yumurta süd qarışığını töküb onu sobada bişirsək, qarışıq omlet alınır. Bəli, və testlərdə də bu şəkildə düşür. Yox, istənilən içliyi omletin üzərinə qoyub və onu qutab şəklində qatlayıb, sonra isə onu bişiririksə, bu da bizim içi doldurulmuş omlet hesab olunur. Yenə müəllimlər, yəni bütün xırdalığına kimi izah verdim. Düşünürəm ki, sizdən nəzər yetirəcəksiniz. Xüsusilə də mərhələlərə diqqət edin, çünki testlərdə çox düşür. Şəkillərə də nəzər yetirməyi unutmayın. Belə bir şey qalmadı. Hər birinizə uğurlar müəllimlər, hələlik.